Salam əziz izləyicilər, bu dərsimizdə sizlərlə birlikdə qeyri-aşkar operatorlar mövzusunu öyrənəcəyik. İlk növbədə onu deyim ki, bu mövzunun öyrənilməsində hansısa xüsusi bir düstur və qaydalardan istifadə olunmayacaq. Nəyə görə? Çünki qarşılaşdığımız hər test nümunəsində gördüyümüz o operatorlar var ki, bir-birindən fərqli operatorlar, hər test nümunəsində başqa fərqli bir funksiyanı yerinə yetirə bilir. Bundan əvvəl keçdiyimiz dərsdə aşkar operatorlarda ən azından hər bir operatorun yerinə yetirdiyi funksiya onun qarşısında göstərilirdi. Ancaq qeyri-aşkar operatorlarda biz sətirləri, sütunları analiz eləyərək, onların xüsusiyyətlərini müəyyən edərək bu operatorun hansı funksiyanı yerinə yetirdiyini özümüz müəyyən etməliyik. Gəlin konkret test nümunələri üzərindən gedək. Bu test nümunələrinin bir hissəsini mən sizlərə fərqli-fərqli xüsusiyyətləri göstərmək üçün özüm hazırlamışam. Amma əksəriyyəti magistr və dövlət qulluğu imtahanlarında düşən, yəni bugünə qədər istifadə olunan, DİM tərəfindən istifadə olunan suallar olacaq. İlk nümunəmizdə biz baxırıq ki, operatorun sadəcə bir tərəfində, sol tərəfində bir ədəd verilib və bu operator hansı funksiyanı yerinə yetirə bilər? İlk sətir daha asan görünür. Nəyə görə? Çünki bu operator kvadrata yüksəldə bilər qarşısındakı ədədi. Yəni 2-nin kvadratı 4. Amma baxırıq ki, ikinci sətirdə bu şərt ödənmir. Demək, başqa bir şey fikirləşmək lazımdır. Əlbəttə ki, burada bir ədəd olduğuna görə, sözsüz ki, bu ədədi ya nəyəsə vurmaqla, ya kvadrata, kuba yüksəltməklə biz bunu əldə edə bilərik. Mən qeyri-aşkar operatorlar, şəkil ədəd münasibətləri, yəni rebuslar mövzusun, həm ədəd ardıcıllıqları, bu mövzuları keçəndə həmişə tələbələrə tövsiyə edirəm ki, ədədlərin kvadratlarını, ədədlərin kublarını yaxşı bilsinlər. Bu mövzularda, ümumiyyətlə məntiq mövzularında bunları bilmək işimizə yarayır. İndi baxırıq ki, burada biz 2-ni kvadrata yüksəltdik, amma bu digərlərində ödənmədi. Bəlkə 2-ni kuba yüksəldək ki, onda 8-i edəcək. Daha sonra nə edirəm bunu? 2-nin kvadratını çıxıram, yəni 4-ü. Cavab nə alınır? 4. Burada 4-ü kuba yüksəldirəm. Bu 64 edir. Və ondan 4-ün kvadratını çıxıram. 16-nı. Edir nə? 48. Burada isə 1-i kuba yüksəltsək də əlbəttə 1-dir. Ondan kvadratını da çıxanda 1-dən 1-i çıxmış oluruq. Cavab 0 eləyir. Əslində ipuculardan biri də elə bu 3-cü sətirdə idi. Əlbəttə ki, biz bu qayda hər 3 sətirdə özünü doğrultdusa, sonuncu sətirdə baxırıq ki, 6-nın kubu 216 edir. Ondan 6-nın kvadratını, yəni 36-nı çıxanda cavab edir 180. Digər bir nümunəmizə baxaq. Bu nümunəmizdə biz əgər cavab hissələrinə baxsaq, bərabərliyin sağ tərəfinə baxsaq, görərik ki, burada ancaq kvadratlardan istifadə olunur. 121, 81, 169. Mən bayaq da bunu dedim. Tələbə bu kvadratları, kubları əzbər bilməlidir ki, misal üçün, ən azı bir 30-a qədər kvadratları bilsə yaxşı olar, 10-a qədər kubları bilsə yaxşı olar, hətta daha kiçik rəqəmlərin, tutaq ki, 5-ə qədər, qüvvətin 4, hətta qüvvətin 5-ə qədər bilsə yaxşı olar. Çünki biz o ədədləri görəndə tanımalıyıq. Tanımasaq, cavabı burada müəyyən etmək bizim üçün daha çətin olar. Biz o ədədləri görən kimi özümüz tanımalıyıq. O dəqiqə bilməliyik. Bax, bu özü bir ipucudur. Biz bunu görən kimi bilməliyik ki, hara istiqamətlənmək lazımdır. Burada 121 nəyin kvadratıdır? 11-in. Yaxşı, 11-i necə əldə edə bilərəm? Sətir boyunca bütün rəqəmləri toplasam. 5 üstə gəl 4, 9, üstə gəl 2, 11, əlbəttə ki, 0-da gəlsək, bu heç nəyi dəyişmir. 11-in kvadratı nə elədi? 121. Baxıram ki, 81 nəyin kvadratıdır? 9-un. 9-u necə əldə edirəm? 6, bu da 3 dənə 1. Eləyir nə? 9. 169 nəyin kvadratıdır? 13-ün. Baxıram burada. 9, 10, bu da 3. Elədi nə? 13. Burada da baxırıq ki, 1, 3, 4, 6, 8. 8-in kvadratı nədir? 64. Düzgün cavab Y variantı. Keçək bir digər nümunəmizə baxaq. Burada görürük ki, kiçik rəqəmlərdən biz əslində böyük ədədlər əldə etmişik.
Bu, misal üçün, ip uclarından biridir. Baxırsınızsa, operatorun sağında və solunda konkret rəqəmlər verilib. Cavab hissədə isə ədədlərdən istifadə olunub. Biz nə edə bilərik? Ya, misal üçün, 4-ü 3-ə vurduq, 4-ün üstünə 3 gəldik. Bu xüsusiyyətlər onsuz da şifahi olaraq baxanda görünür ki, yəni bunlar bizi nəticəyə aparmır. Yenə də burada bu kvadratlardan istifadə etsək necə olar? Misal üçün, 4-ün kvadratı 16. 3-ün kvadratı 9. Toplasaq nə olar? Ki, toplamaq da ən birinci yoxlamalı olduğunuz, əgər ip ucunu dərhal görmürsünüzsə, bu toplama metodundan mütləq istifadə eləyin. Yəni, ilk yoxladığınız şey bu olsun. Burada 16 üstəgəl 9-dan alırıq biz nəticə 25. Baxsaq görərik ki, burada cavab hissədə bu 25-in əksi yazılıb. 5-in kvadratı 25, bu da 4. Elədi nə? 29. Burada bunun əksi yazılıb. 6-nın kvadratı 36, 7-nin kvadratı 49. Cəmi elədi nə? 85. Yenə də əksi yazılıb. Burada 8-in kvadratı 64. Üstə gəl 3-ün kvadratı 9. Nə edəcək? 73. Və bunun əksini yazanda cavab elədi C variantı. Keçək bir digər nümunəmizə. Baxaq. Burada da xüsusiyyətləri analiz edəndə biz müxtəlif şeylər görə bilərik. Misal üçün, operatorun sol tərəfi fərqi yoxdur. Bu bizi cavaba aparır ya yox. Mən sadəcə olaraq sizə göstərməyə çalışıram ki, bax, bu xüsusiyyətlərə diqqət etmək lazımdır. Operatorun sol tərəfi sağ tərəfindən bütün sətirlərdə böyükdür. Bunu çıxmaq bizə bəs nəsə verə bilərmi? Baxırıq ki, misal üçün 54-dən 6 çıxsaq və yaxud da 6-nın neçəsə mislini çıxsaq, 6-nın 4 mislini misal üçün çıxa bilərik. Burada amma 39-dan 11-in 4 mislini çıxa bilmirik. Artıq biz bu şərt ödənmir. Keçək bir başqa xüsusiyyətə burada analiz edək. Misal üçün, operatorun sol tərəfi bütün sətirlərdə 3-ə bölünəndir. Belə bir xüsusiyyət var. Sağ tərəfin nəyəsə bölündüyünü deyə bilmərik. Çünki burada bir dənə sadə ədəddən istifadə olunub. Hətta 2 dənə. Amma 54 3-ə bölünür. Əla. 39 3-ə bölünür. Misal üçün, 39-u 3-ə bölsək, eləyir nə? 13. Burada qaldı 11. Axı, 13 və 11 bizi cavaba aparmadı 35-ə. Bu tərəfi nəyəsə bölürüksə, bəlkə bu bir tərəfi nəyəsə vura bilərik. Misal üçün, 11-i də vururuq 2-yə. Elədi nə? 13, bu da 22. Cəmin toplayırıq 35 elədi. Görək bu şərt digərlərində ödənilir ya yox. 54-ü bölürük 3-ə. Bu edir, səhv etmirəmsə, 18. 18, üzərinə gəlirik, 6-nı vururuq 2-yə. Yəni, bu tərəf 3-ə bölünür, bu tərəf 2-yə vurulur və bunlar neyinir? Toplanılır. 6-nı 2-yə 12. Toplayırıq, cavab 30. 18-i 3-ə 6, 10-u 2-yə 20. Cavab 26. 66-nı 3-ə bölürük. 22. 13-ü 2-yə vururuq. 26. Toplayırıq bunlarda. Cavab nə edir? 48. Keçək bir digər nümunəmizə baxaq. Burada diqqətinizi çəkdisə, elə birinci sətirdən operatorun yanında, daha doğrusu sağ tərəfində duran ədəd həm də cavab hissədə var. Tövsiyə edirəm ki, sualların hər birini videonu dayandırıb özünüz cavablandırmağa çalışasınız. Daha sonra indi cavabınızın doğru olmadığını müəyyən etmək üçün videonu təkrar izləyərsiniz. Burada 13 və 28-dən yenə də cavab hissəsində 28 alınıb. Bu qarışıqlıq, belə bir qarışıqlıq. Misal üçün, bu 28 alınırsa, bu 13 hara getdi? Və yaxud da bundan necə istifadə edə bilərik ki, təkrar 28 alınsın? Bu qarışıqlıq bizə nəyin ipucunu verir? Bu o deməkdir ki, burada ədədlərə yox, ədədlərin tərkibindəki rəqəmlərə baxmaq lazımdır. Necə? Misal üçün, 1 üstəgəl 3 nə elədi? 4. Üstəgəl 2, 6. Üstəgəl 8 nə elədi? 14. 14-ü 2-yə vururuq, nə edir? Deməli, buradakı bütün rəqəmləri ayrı-ayrılıqda toplayırıq, ayrı-ayrılıqda toplayırıq və bunu neynirik? Vururuq 2-yə. Görək digər sətirlərdə də bu şərt
Ödənilirmi? 5 üstəgəl 2, 7, üstəgəl 1, 8, üstəgəl 7, 15. 15-i 2-yə 30. Birdəki şərtləri yoxlayarkən, yəni yuxarı sətirdə bir şərtin, bir qaydanın ödəndiyini gördünüzsə, dərhal onu tətbiq etməyə çalışmayın. Bu sizin üçün çaşdırıcı da ola bilər. Bütün sətirlərdə, əgər 3 sətr veribsə, üçündə də yoxlamaq lazımdır ki, görək doğrudan da bu düz olur ya yox. Bu sizin bir neçə saniyə əlavə vaxtınızı ala bilər. Amma tələssəz ən azından bir suala səhv cavab vermiş olarsınız. 2 üstəgəl 4, 6, bu da 8. Elədi 14, yenə də cavab 28. Burada isə 2 üstəgəl 2, üstəgəl 9, 13, 2-yə vururuq, nə edir? 26. Bir digər test nümunəsinə baxaq. Bu test nümunəsində bax, belə deyək də, testi bu şəkildə analiz eləyirəm. Sütunlara baxıram. Birinci sütunda sadə ədəd var. Yəni operatorun sol tərəfində. Operatorun sağ tərəfində də bir sadə ədəd var. Deməli, bunların nəyinsə bölünməsi haqqında heç düşünməyə dəyməz də, yəni belə bir şey haqqında düşünməyə dəyməz. Misal üçün, bunları toplayırıq. Bu bizi hansısa bir cavaba aparmır. Bəs yaxşı, nə edə bilərik ki, bu bizi cavaba aparsın? Mən baxıram ki, misal üçün, operatorun sol tərəfinin böyük olmağı nəticəni böyüdür. Operatorun sağ tərəfinin böyük olması isə nəticəmizi daha da kiçildir. Bax, bu özü bir ipucu ola bilər misal üçün. Və bu test nümunəsi əslində asan bir test də deyil. Bizə nə lazımdır? Bu 11-dən, 14-dən hər hansısa bir şəkildə, tutaq ki, deyirəm, bu 30-u əldə etmək. Birinci sətirdən söhbət gedir. Yəni, biz cavaba çatmaq üçün, 30-a çatmaq üçün müxtəlif qaydaları burada yoxlamalıyıq. Burada misal üçün, mən fikirləşirəm ki, mən əgər 11-i 4-ə vursam, bu 44 eləyir. Bu tərəfi buradan çıxsam, 14-ü çıxsam, cavab alınar 30. Niyə bu qənaətə gəldim? Bayaq dediyim kimi, operatorun sağ tərəfi böyüdükcə nəticə balacalaşır, əldə etdiyimiz nəticə. Sol tərəfi böyüdükcə, bax, misal üçün, bu ikinci sətirdəki kimi, əldə etdiyimiz nəticə də böyüyür. Deməli, burada çıxılan hissə nədir? Sağ tərəfdir. Ki, o böyük olanda nəticədə biz çıxdığımız ədəd də böyük olur, bu da nəticəni kiçildir. Və yaxud da sol tərəf, bu böyük olduqca, bu toplanılan olduğuna görə ya neçəsə mislinə vurulur. Əldə olunan nəticəni də böyüdür. Baxırıq ki, biz bu 11-i 4-ə vursaq, misal üçün. Niyə görə 4-ə vurmaq haqqında fikirləşdim? 3-ə vurmaq haqqında da fikirləşə bilərdim. Nə bilim, 2-yə haqqında da. Çünki 11-i 4-ə vuranda burada da 4 alınacaq. Ancaq bunları bir-birindən çıxanda bu sonda 0 alınır. Baxın, hər şeyi analiz etmək lazımdır. Mən bu testləri daha sürətli sizə keçə bilərdim üzərindən. Sadəcə burada bu xüsusiyyətlərə, diqqət etməli olduğumuz xüsusiyyətləri sizə izah etməyə çalışıram. Demək, 11-i 4-ə vurduq, 44, çıxdıq ondan. 14-ü nəticə alındı 30. 26-nı gəlin 4-ə vuraq. Eləyəcək 104. Ondan çıxsaq burada 17-ni, cavab doğrudan elədi 87. 13-ü 4-ə vururam. 52. Çıxıram 32-ni, ki, bu sətirdə də daha asan şəkildə bu görsənir. Sonu yenə də 0 olduğuna görə cavab alınır nə? 20. Mən düşünməliyəm ki, yəni, nədən 32 çıxsam, misal üçün 20 qalar? Burada da 15-i 4-ə vururuq, 60. Çıxırıq 45-i, cavabımız yenə nə edəcək? 15. Keçək bir digər nümunəmizə baxaq. Bu nümunədə, misal üçün, yenə diqqətimizi çəkir ki, operatorun sol tərəfi sağ tərəfindən böyükdür. Yenə başqa bir xüsusiyyət diqqətimizi çəkir ki, operatorun sol tərəfi 3-ə bölünən ədədlərdir. Bax, bu xüsusiyyətlər bizim diqqətimizi çəkir. Amma bizə lazımdır indi buradan cavab almaq. Misal üçün, operatorun cavab hissəsində duran ədədlər hər biri də 4-ə bölünür. Misal üçün, belə bir xüsusiyyəti var. 2-yə, 4-ə bölünür. Bu xüsusiyyətlərin hər birinə ayrılıqda diqqət yetirmək lazımdır. Biz buradan nə nəticə əldə edə bilərik? 54-dən 30 çıxsaq, 24, 2-yə vursaq 48 eləyir. 27-dən 15 çıxsaq, 12, 2-yə vursaq 24 eləyir. Ən sona qədər buna baxırıq. 18-dən
10 çıxırıq 8, 2-yə vursaq 16 eləyir. Görək eyni formada cavab. Bu şərti ödəyən cavab aşağıda da varmı? 63-dən 35 çıxsaq 28 eləyir. Onun da 2 misli 56-dır. Bəli. Keçək bir digər test nümunəmizə baxaq. Burada da rəqəmlərdən diqqət yetirsək, belə deyək də, nəticə olaraq baxırıq ki, 4 var, 8 var. Əldə elədiyimiz cavab da kifayət qədər azdır. 7 var, 9 var. Yenə də əldə etdiyimiz cavab kifayət qədər azdır. Deməli, burada vurmalardan və yaxud da ki, mütləq və mütləq ədədlərin əldə olunacaq vurma, toplama nəticəsində əldə olunacaq ədədlərin rəqəm tərkibindən diqqət eləməliyik. Misal üçün, 4-ün üstünə 8 gəlsək, bu bizə bir şey vermir. Baxıram ki, bir tərəfdə operatorun sağ tərəfi böyükdür. Tutaq ki, deyirəm, bir tərəfdə sol tərəfi böyükdür. Nədənsə nəyi çıxmaq burada heç bir nəticə verməz. Amma nə edirəm? 4-ü 8-ə vururam, 32 eləyir. Bax, burada bu ədədin tərkibindəki rəqəmləri də toplayıram. 3 və 2 nə elədi? 5. Görək bu nəticə digərlərində də özünü doğruldacaqmı? 7-ni 9-a vururam, 63 eləyir. 6 və 3. Bunları toplasam nə edəcək? 9. 12-ni 4-ə vururam, bu 48 eləyir. 4 və 8-i toplayıram, cavab elədi nə? 12. 2-ni 15-ə vururam, 30. 3 və 0-ı toplasam, yenə 3 eləyir. Deməli, bərabərliyin digər tərəfində də mən 7-ni elə bir ədədə vurmalıyam ki, elə bir rəqəmə, elə bir ədədə vurmalıyam ki, əldə etdiyim ədədin də yenə də tərəflərini toplayanda 3 alınsın. Bu da o halda mümkün olar ki, misal üçün biz 7-ni vuraq 3-ə, 21 eləsin. 2 və 1-i toplayaq, cavab yenə də 3 eləsin. Ona görə sual işarəsinin yeri nə olmalıdır? B variantı olmalıdır. Keçək bir digər nümunəmizə baxaq ki, bu suallar daha əvvəl imtahanlarda düşən suallardır. 6 və 4-dən 6 nəticəsini əldə etmişik. 8 və 4-dən 12-ni əldə etmişik. 5 və 5-dən 0 ki, əsas ipucularımızdan biri buradadır. Və biz baxırıq ki, yenə də əldə olunan nəticələrdə o qədər də böyük, belə deyək də, ədədlər deyil əslində. Bu o deməkdir ki, burada da həmçinin biz ən azı birdən çox, bir-birindən fərqli əməliyyatlardan istifadə etməliyik. Və burada vurma əməliyyatı ola bilər. Vurma əməliyyatı ilə bir yerdə, misal üçün, bunların bir-birindən vurub çıxma əməliyyatı ola bilər. Burada cavab 6-dan 4 çıxarıq, 2 qalır. 2-ni özümüzdən bir 3-ə vurarıq, eləyər 6. 8-dən 4 çıxarıq, 4 qalır. 4-ü özümüzdən bir 3-ə vurarıq, 12 eləyər. Deməli, vur 3-də özümüzdən əlavə eləyirik. Bunu bəs niyə görə belə fikirləşdik? Çünki 5-dən 5 çıxıb gərək mən bir 0 əldə eləyəm ki, yoxsa belə, normalda bunları istəyirsən kvadrata yüksəlt, kuba yüksəlt. Nə edirsən elə? Bu 0-la bağlı nəsə bir şey almaq lazımdır axı. Başqa cür necə ola bilərdi? 5-i 5-ə vurardım, 25. Təzədən əldə elədiyim o 25-in də tərəflərini bir-birinə vurardım, 2-ni 5-ə, 10. Yenə də əldə elədiyim tərəfləri bir-birinə vurardım, 1 və 0. Cavab alınardı 0. Ki, bu biraz absurd görünür də. Gəlin yuxarıda hansısa birində yoxlayaq. 6-nı 4-ə vuraq, 24. Sonra 2-ni 4-ə vurduq, 8 alındı. 8-i artıq nəyəsə vurub cavabı gətirib 6 eləyə bilmirik axı. Ona görə də neynədik? Burada 5-dən 5 çıxdıq, 0. 0-ı 3-ə vuranda əlbəttə ki, 0 edir. Gəl indi burada bax. 15-dən 9 çıxıram, 6. 6-nı 3-ə vururam, 18. 4-dən 2 çıxıram, 2. 2-ni 3-ə vururam, 6. Deməli, burada da 14-dən 8 çıxıram, qalır 6. 6-nı 3-ə vururam, cavab edir 18. Bu nümunədə isə ki, magistr imtahanında, son magistr imtahanında bunun biraz daha sadə variantı hətta verilmişdi. Mən istədim 2 fərqli operator qeyd edib, bunu biraz sizin üçün mürəkkəbləşdirim. Baxın, ilk öncə mötərizənin içərisində bu dairə operatordan istifadə edib. Elə bir nəticə əldə etməliyik ki, 4 və o nəticədən də, tutaq ki, o x-dan da 8 əldə etmək mümkün olsun. Adətən, 2 fərqli operatordan istifadə olunan və yaxud da eyni operatordan
eyni sətirdə 2 dəfə istifadə olunanda çox mürəkkəb, o operatorun yerinə yetirdiyi funksiyalar çox da mürəkkəb olmur. Yəni burada normal vurma, çıxma, bölmə, toplama əməllərindən istifadə olunur. Gəlin indi biz də buna baxaq. Biz 4 və 2-dən elə bir nəticə əldə eləyək ki, sonra həmən o nəticə ilə də 4-dən 8 əldə eləyək. Mən fikirləşirəm ki, burada dairə operator bölmə əməliyyatını yerinə yetirsin. Bölmə əməliyyatını yerinə yetirsə, 4-ü 2-yə bölürəm 2. Deməli, onda bu kvadrat hansı əməliyyatını yerinə yetirə bilər? Vurma əməliyyatını yerinə yetirə bilər. Əldə elədiyimiz bu 2 ilə də 4-ü bir-birinə vururuq, 8 alırıq. Görək digərlərində də bu belədir. Burada vurma əməliyyatı birinci yerinə yetirəcək, çünki mötərizə içərisindədir. 2 vur 3, 6. Əldə elədik burada 6-nı. 18-i də nə edirik? Bölmə əməliyyatıdır. Bölürük 6-ya, cavab elədi 3. 12 böl 6, 2. 5-i də vurduq burada 2-yə, elədi 10. Və nəhayət burada baxırıq ki, 6 vur 2, nə elədi? 12. 36 böl 12, nə edəcək? 3. A variantı. Keçək bir digər test nümunəsinə baxaq. Bu nümunədə də həmçinin biz dairə operatorunun hansı funksiyanı yerinə yetirdiyinə diqqət etməliyik. Baxırıq ki, 649. Buna əlbəttə ki, ədəd kimi də baxmaq olar. Amma daha çox, yəni əksərən bunlara ayrı-ayrı rəqəmlər kimi baxmalıyıq və bu nəticəni də bu rəqəmlərdən əldə eləməliyik. Misal üçün, 6-nı vururam 4-ə, əldə eləyirəm 24. Burada isə 4-ü vururam 9-a, əldə eləyirəm 36. 3-ü vururam 2-yə, əldə eləyirəm 6. 2-ni vururam 7-yə, əldə eləyirəm 14. Və ardıcıllıqla bunları yazıram. Gördünüz ki, birincidə 4 rəqəmli bir ədəd alındı. Bunları ardıcıllıqla yazanda. İkincidə 3 rəqəmli bir ədəd. İndi gəlin üçbucaq operatorunun hansı funksiyanı yerinə yetirdiyinə baxaq. Burada da həmçinin bunlara bir ədəd kimi yox, ayrı-ayrı rəqəmlər kimi baxırıq və bu rəqəmlərdən 22-ni necə əldə edə bilərik? 7 üstəgəl 1 üstəgəl 3 edir 11. Vururuq 2-yə, deməli nə edir? Toplayır, vurur 2-yə. Əldə elədik 22. Həmçinin 6 üstəgəl 1 üstəgəl 4, 11. Topladıq bunları. Vurduq 2-yə, cavab alındı nə? 22. Hər iki, belə deyək də, nümunələr əsasında hər iki operatorun yerinə yetirdiyi funksiyanı müəyyən elədiksə, oynadığı rol, yəni bu testdə hansı rol oynayır, onu müəyyən etdiksə, baxırıq indi. Birinci nəyə baxırıq? Mötərizənin içərisinə. Dairə operator nə edirdi? 4-ü 2-yə vurduq, 8. 2-ni 2-yə vurduq, 4. Yəni ardıcıllıqla yazdıq. Gördüyünüz kimi, burada hətta 2 rəqəmli bir ədəd alındı. İndi bunun da qarşısına yazdıq bu üçbucaq operatorunu. Görək bu nə edirdi? Ədədin tərkibindəki rəqəmləri toplayıb 2-yə vururdu. 8-in üstünə 4 gəldi. Elədi 12. 2-yə vurduq. Nə elədi? 24. Keçək bir digər test nümunəsinə baxaq. Həmçinin bu nümunədə də ilk öncə diqqətimizi çəkməlidir ki, mötərizənin içərisində kvadratlar var. İndi bu nümunə bir qədər magistr imtahanında daha öncə düşüb, bir qədər asandır, amma biraz daha mürəkkəb formada ola bilərdi. İstənilən halda biz bu mötərizənin içərisindəki ədədin sağındakı və solundakı ədədlərdən hər hansısa bir şəkildə o mötərizənin içərisini əldə etməliyik. Baxaq, misal üçün, necə əldə edə bilərik? Burada 6, 6 toplayıram, eləyir nə? 12. Burada isə 1, 1, 4 toplayıram, eləyir nə? 6. İndi bu 12-dən 6-nı çıxanda yerdə nə qalır? 6. Biz də müşahidə eləmişdik ki, bunlar nələrinsə kvadratıdır. Bu elədi elə bu 6-nın kvadratı. 9 üstəgəl 2 üstəgəl 3 elədi 14. Bu tərəfdə nə elədi? 9. 14-dən 9 çıxıram 5. 5-in kvadratı nə elədi? 25. Burada nəticə olaraq əldə elədik. Bunları toplayanda 15. Burada isə əldə elədik 5. 15-dən 5 çıxırıq 10. 10-un kvadratı 100. İndi gəl son olaraq baxaq bura. Nəticə olaraq əldə elədik burada 14. 5, 8 və 1-i toplayanda. Bu tərəfdə isə əldə elədik 8. 14-dən bu 8-i çıxanda yerdə nə qalır? 6. 6-nın kvadratı da nə edir? 36. Bu, mən deyərdim ki, qeyri-aşkar operatorlarla bağlı imtahanlarda düşən ən çətin test nümunəsi olacaq.
Nəyə görə? Çünki adətən gördüyünüz kimi digər nümunələri biz o qədər də belə deyək, mürəkkəb formada verilməmişdi dim imtahanlarındakı o testlər, nümunələr. Amma bu test nümunəsi kifayət qədər düşünürəm ki, çətindir. Burada birbaşa ilə belə deyək də həllinə keçəcəm. 3 və 1 bunları toplayır, elədi 4. 4-ü vurur bu 9-a. Yəni bu operatorun yerinə yetirdiyi funksiya budur. Həmçinin bu tərəfdə də bir digər operator başqa bir funksiyanı yerinə yetirir. Amma nəticədə onlar bir-birinə bərabər olmalıdır da. Bunu belə başa düşürük. 4-ü vururuq 9-a, 36. Yaxşı. 36 yenə də deyirəm. Bu bizə tanış gəlməlidir. Bu elə bil 6-nın kvadratıdır. Bu biri tərəfdə biz necəsə yenə də bu nəticəni əldə etməliyik. 9-dan 3 çıxıram, eləyir 6. Bu ikini də gətirib yazıram üzərində. Nə elədi? Yenə də 36. Aşağıda digər nümunələrə baxaq. 1 üstə gəl 1, 2, vururam 8-ə. Elədi nə? 16. Yenə də bildik ki, bu nəyinsə kvadratıdır. 9-dan çıxıram 7, qalır 2. 2-nin üzərinə gətirirəm 4-ü, amma bu dəfə 2-nin üssü 4 alınır digər tərəfdə ki, o da 16-ya bərabərdir. Bu biri tərəfdə. 9 üstə gəl 9. Elədi 18. Vururam 2-yə. Elədi 36. Bu biri tərəfdə də 7-dən 1 çıxıram. 6. Bu 2-ni gətirirəm üzərinə. Elədi 36. İndi burada görək nə olacaq. 2-nin üstünə 1 gəlirəm 3. Vururam 3-ə. Əldə elədik 9. Burada nə edirik? 9-dan çıxırıq 0. Və qüvvət olaraq üzərinə nə gəlməlidir ki, təkrar 9-a bərabər olsun. Əlbəttə ki, bunun qüvvətində 1 yazılmalı olacaq. Belə, əziz izləyicilər, ümid eləyirəm ki, video izahımız sizin üçün faydalı olacaq. Onlayn və ya dərslərimizə qoşulmaq üçün bizlə qeyd etdiyim nömrə vasitəsilə əlaqə saxlaya bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirəm.